5 dəqiqəyə Zərdabdan Ağcabədi. Halbuki maşınla getsək yəqin ki xeyli yol eləyərdi. Əslində çay nəqliyyatının belə bizdə düzdür çox zəifdir. Başqa ölkələrdə dəniz çay nəqliyyatı çox yaxşı inkişaf edib də. Bizdə nə bilim hansısa bir səbəbdən elə Bakıda da, Xəzərdə də elədir vəziyyət. Bir dənə cəmi yaxta olur, ondan fırlayırlar cəmaatı, gəzdirirlər. Amma gəmilər, qayıqlar çox olsa, elə Bakıda da bizim gediş-gəlişimiz rahatlaşa bilər. Həmçinin də burada çayda. Keşkimin şahidi dağlar, şahidi dağlar, çiçekli bahçeler, etirli bağlar, etirli bağlar. Seven yüreğim, seven yüreğim, onu sorarlar, onu sorarlar. Bu ərazi, bu bölgə Zərdabın ən gözəl yerlərindən biridir. Nəyə görə? Çünki bura çox böyük bir əmək sərf edib insanlar. Uzun illərdir. Zərdab kimi bir yerdə, Aran zonasında elə bilin ki, bir qəbələ yaradıblar. Elə bilin ki, bir Şamaxı yaradıblar, İsmailli yaradıblar. Meşəli ərazidir, çayın qırağında. Mən sizə bir kadrlar göstərəcəm. İndi gedəcəyik, bizi orada çay süfrəsi hazırlayırlar, sağ olsunlar. Təklifimizi qəbul elədilər. Əsgərlikdə şeydə oldum, Sibirdə. O Göygöldən gedən şeylər oradadır, Nemeslər. Orada elə bir şərait yaradıblar ki, nə burayı cənnətdə, Allah Taala'nın cənnəti oradadır. Hamısı insan əlindədir. Mən deyirdim ki, öz-özümə yaxşı torpağım ola, elə mən də bunlar kimi şey
Geldim bura, bizim ofçu oldum. Sədir məni aparırdı ova, nə bilim katib özü aparırdı. Məni alışanlarına ova aparırlardı. Dedi oğul, məndən nə istəyirsən istə daha, utanma. Mən də kəsib oğlan, nətər deyim, əskərdən təzə gəlmişəm. Heç nəyim yoxdur. Buradan keçirdik, buzluğum da yoxdur burada. Maşına şey dedim, saxla. Burada da tikandan başqa heç nə yoxdur. Saxladı, dedim buranı ver mənə. Güldü, dedi, neysən bu bana? Deyirəm, nə bilim, demirsən, nə istəyirsən, mən buranı istəyirəm. Bu tikanlığı ver mənə. Amma bilirəm ki, yaxşı torpaqdır. Torpaqdan bizim fəhliyəm, görürəm torpaq, az torpaq yaxşıdır. Dedi, düşdü yerə, dedi, oğul, buranı verirəm sənə. Amma deməsinlər, burada adam olmuyor. Özüm də rayonda da özümü tərifləmirəm, usta işləyirəm, birinci usta mənəm. Ev tikirəm, nə bilim, taxta işini. O gündən buraxdım. Gəldim, 2 hektar yer götürdüm burada, başladım əkməyə. Əlimə nə düşdü, əkdim, neçə dənə prokuror, reis, nə bilim, voyankomat gəlib, Göyçay, Ucar, Zərdən, hamısı burada olur. Bərdə. Və indi tanımayan insan yoxdur buranı. Belə yarattım Allahın köməklərinə. Özümdə gəzən olmuşam, sağlıq yolum, o sanatoriya olmayıb getməmişim. Yoldaşımı da göndərmişəm özümə də. Yoldaşım Azərbaycana gedirdi, mən Rusya'da. Da Allah'ın olsun, desən ki, o azğınlıq barədə yox, öyle gəzmək barədə. Ağacı çoxun soğusudan gətirmişəm. Nə bilim, çamadana yığıb gətirirdim. Hələ özü dəl olurdu. Çiftələr balıq burada el olurdu, Allah'ın olsun. O toyuq sayan kimi gəlirdim ki, bu yekədir, bu balacadır, bu yekədir. Tüvəklə atırdım başına 8 kiloluk, 9 kiloluk aksanlı çağırdırdım. Ama indi nətədir, aksanlı yemirdik də onda. Asatirim burada el olurdu ki, ətin başını kəsib tulluyurlardı, onu sonra ətin kırasını götürürlərdi, atırlardı. Demirəm, şərait də orada aparıb satmağa. Sen buradan Ucar'a giderdin. Ucar'a buradan piyada ne yapabilirdin elinde? Bütün genç nəslərinə arzulayıram ki, əməksevər olsunlar. Heç kimi indiyəcən işləmək, heç kimi öldürməyib. İş insanın cövhəridir. Mən 10-cu sinifdən özüm texnikum oxumuşam, institut oxumuşam, amma əlimdən bu lapatka kitmən düşməyib. Əlimin zəhməti ilə dolanmışam, alnımın təri ilə. Əzətli çörək yeməli olur, şirin olur. İndiki zamanda kim desə ki, mən oturacağım evdə, kimsə gətirib mənə pulu verəcək, ondan çörək yiyəcəm, yalan sözdür. Atalar deyir ki, işləməyən dişləməz. Torpaq da deyir ki, əz məni, əzizliyim səni. Öldür məni, dirildim səni. Yəni bunun mənası nədir? Öldür məni, dirildim səni. Yəni əzişdir məni, döy, xırdala, doğra, mən səni dirildim. Mən 10-cu sinifdən sabah yoxsa da onu bilməmişim. Torpağın əkinin vurğunu olmuşum. Ondan bəhrələnmişəm, əziyyət çəkmişəm.
uşaqlarımı böyütmüşəm, üzr istəyirəm. Bütün gənc nəslə arzulayıram ki, əməksevər olsunlar. İş insanın cövhəridir, sağlamlığıdır. Xəstələnəndə xəstəxanaya yox, bir mən məlapapdan almışam ki, işləyim, bədənim asılışsın, təriyim, paltarımı dəyişim, ondan sağlayacağım. Bədəmdəyə soğuqluğuma çıxacağım. Bu əlimin zəhməti mən çox sağlam həyat yaşadım. Sağlam yaşamışam, yorulmaq nə olduğunu bilməmişəm. Sən torpağı sevsən, torpaq anadır. O da səni sevər. Bax, bunlar hamısı mənim əlimin zəhmətidir. Səhər tezdən yuxun şirin vaxtında saat 5-dən dururam. Gəlirəm bu əkin içərisinə. Bunlar tezdən yuxudan duran kimi birinci namaz qılmamış bunların yanına gəlirəm, görüşüb sonra gedib namazımı qılıram. Yəni əslində birinci namazımızı qılmalıyıq. Birinci Allahla görüşməliyik. Amma mən birinci gəlirəm, deyirəm ki, bir quruq edirəm, bədənəm açılışsın, sonra gedirəm namazımı qılmağa başlayıram. Yəni. Bunlar hamısı əziyyətimizin bəhrələridir. Bunlar petruşkadır. Əhmişik, becərmişik, qəşək. Bağlayıb satışa veririk. Sonra bu gözəl alma ağaçlarımızı bax, ot qəşək hamısı. Yuxarıda meyvədir, aşağıda da bax, yenə göy-güvərti. Petruşka, kərüz, bu tərəfdəki doğğa göyləridir. Bunların hamısını qomlayırıq, qom-qom aparırıq bazara satmağa. Yeri alırıq bazara. İndi gəlir bu tərəfə baxaq. Bu tərəfdə yaşaylarımıza baxaq. Bu da bizim pomidor ağaçlarımızdır. Bunlar arasında baxarıq. Bunları eləmirəm ki, bunlar hamısı doğğa göyüdür. Tərpətürən deyirlər buna. Bax, gör nə gözəl, yaraşıqlı. Vitaminli, təmizdir. Buranı çək, bax, bunlar. Gör nə gözəl. Bunlar dərmandır. Həm tutmaq üçün, həm də doğğaya, yeməyə. Qəşəng bundan qatıqlaş pişirirlər. Bu da ki, mənim ən sevdiyim bitki olan reyhandır. Reyhandır. Bunları bağıtsızdır hamısı. Arada məsafə qoyuram, bir pomidor, bir reyhan. Bunları qəşəng belə dəstələyib, bağlayırıq, qırıb, aparırıq bazara. Qomlayıb veririk. Salatın üstə doğru ən qəşəng bitkidir. Çox sağlamlığa, insan bədəninə xeyirli, qanı təmizləyir. Yaxşı, cürbəcür xəstəliklərin dərmanıdır. Əsas ürəyə bundan kompot düzəldirlər. Bax, bundan 5-3 dəstə yığırsınız. Nətər deyərlər, 1-10 dənə sapalaq. Belə qəşəng əlimdə tutduğum kimi yaxşı yekəsindən qırırsınız, tulluyursunuz bir qazana. Qəfədanı da qaynada tökürsünüz üstünə, qapağı qoyursunuz. Bir 15-20 dəqiqə qalır. Amma qət də tökürsünüz sərsin, persuq ya qənd. Sonra onun kompotun dadına baxın, görün. Nə gözəl, elə bir kompot hələ siz həyatda içməmisiniz. Amma yaxşı olar ki, içərisinə ağ reyhanla da tullayarsınız. Mən o kompotun içərisinə çox hissəsini qara, az hissəsini bu ağ reyhanlarını az hissəsində bu ağ reyhandan tullayanda bu lap elə bir ki, istotlu saqqızın dadını verir, o gözəlliyinədir. Bu ağ reyhan lap qəşəkdir. Bundan da yalx eləmək olur, ancaq bundan da, sırf bundan da olur, qatışıq da olur. Buna gözəl. Hələlik bu qədər hamıza can sağlığı arzulayıram. Arzulayıram ki, Allah qolunuza qüvvət versin, canınıza sağlıq versin. Həmişə belə mənim kimi yorulmayasınız. Mən gecə ilə gündüzün nə olduğunu bilmirəm. Bu lapaqqa kitman məni canımı sağlam saxlayır, məni yorulmağın nə olduğunu mən bilmirəm. Mənim 60-a yaxın yaşım var. Amma ki bu dəqiqə bir 20 yaşında oğlan gəlsin,
Mənə desin ki, mənim yaşım var, biz piyada qaçaq buradan Zərdaba qədərmi, hara qədərmi görək, yolda kim tez yorulacaq? Mənlə gəlsin supara girsin ki, hasımız tez yorulub dayanacaq. Onun nəyə sayəsində? Bax, bu Lapaqqanın kitmanın. Adətən bu vaxtlar Zərdabda cəmaət yatır. Günorta vaxtı. Deməli, turistlər gəlir Zərdaba, Zərdabı gəzməyə, günorta vaxtına düşürlər. Zərdablı bir nəfər də bunları gəzdirir də rayonu. Turistlər deyir ki, bəs acmışıq, gedək bir kafedə oturaq, yemək yeyək. Rayonu gəzirlər, qardaş, bir kafe tapa bilmirlər oturmağa. Hansı kafeyə gedirlərsə, bütün kafelər bağlıdır günorta. Axırda bir nəfərdən soruşurlar ki, bu kafelər niyə bağlıdır? Adam qayıdır deyir ki, Zərdabda indi abed vaxtıdır, ona görə kafelər bağlıdır. Yəni bunu lətifə kimi danışırlar, nəyə görə? Çünki kafe normalda abeddə işləyər, amma burada abeddə kafelər özləri də abedə çıxırlar deyə sən gəlib orada abed eləyəməzsən. Bəli, əslində bu Emin bəyin lətifəsində lətifə yoxdur. O özünə icad edib onu. Ona görə ayrıca minnətdarım ki, bizim rayonumuz haqqında lətifə icad edilmiş. Gözəl insanlar, elə bilin ki, pandemiyadır. Çölə çıxmaq qadağası var. O həmin o icazəli günlər var idi ya. Bax, eyni ab-hava var burada. İnsanlar özünü düşünür. İnsanlar niyə qaralsınlar? İndi də çox gün yoxdur axı şu an. Onlar öyrəşiblər ki, istidir bu vaxt rejim dojuyorlar da. Bomboşdur, bomboş. Rejim. Bir mağaza açıq, market. Mağaza yazığı işləyir ki, adam var ki, işləyir. Adam var ki, burada kim biznes qursa, batdı da yəni konkret. Bax, bomboşdur. Tək-tük adamlar görsən. Bir gün Bakıda gedib özlakın məhkəmə maşını tapardım amma gələn kimi tapdım görsən ilahi. Bir nəfər var. 2 arxada. 1, 2. Bizdə O da bizdə 4. hə, biz də icazə alıb portala vurub çıxmışıq da. Elə fikirləşin. O qədər tənhadır bura. Bax, Zərdaba gələndə maraqlı bir şey də var. Bu da elə bir lətifə fason bir şeydir. Sənə qoşduyurlar. Zərdaba gələndə maşınlar, avtobuslar dincəlmək üçün saxlayırlar, fasilə verirlər. O fasilə verdikləri yer haradır? O fasilə verdikləri yer Kürdəmirdə, daha doğrusu Kürdəmirə çata-çatda Muğan deyilən ərazidir. Allaha and olsun, maşından düşürsən, yəni yumurta kimi bişərsən də orada. Amma ora dincəlməyə düşürük biz həmişə gələndə. Valla maşın ondan sərin olur da bildiyimiz. İndi biraz sərindir, Allah özümüzə baxıb. Hava biraz sərindir. Ötən günlərə nisbətdə. Amma yenə də baxın. Bax, yazıq dükan işlədən. Müştəri gözləyir. Daha bir bağlı dükan. Baxın, daha bağlı bir dükan. İnsanlar istirahət eləməsin, cəmaət almış. Daha bir bağlı dükan. Qıfıllı. Yəni açığı rayonun da belə sıxıcı və yaxud da darıxdırıcı olmağının səbəbi buranın insanlarında deyil. Buranı abadlaşdırmaq, buranı maraqlı eləmək dövlətin işidir. İnşallah ki, burada gəlib çatarlar, burada bir əl atarlar, burada maraqlı, maraqlı bir şeylər elə. Çünki burada Bakı Abadlıq Xidməti yoxdur və yaxud da burada başqa digər qurumlar yoxdur deyə rayon sıradan bir rayondur. Zərdab əvvəllər kənd olub, özü də rayon əvvəl kənd olub, yəni balaca bir yer olub. Sonradan rayona çevrilib bura. Rayonun içində təəssüf ki, elə bir tarixi yer yoxdur, elə bir xüsusi belə deyək də, wow elətdirəcək bir yer yoxdur, təəccüblənəcək bir yer yoxdur. Sıradan bir rayondur. Amma buranı sıradan çıxardan, yəni o adilikdən çıxardan şey Zərdabın əhalisidir. Buranın əhalisi, buranın insanları istiqanlıdırlar, qonaqpərvərdilər. Hepimiz iyi dəvətlərlər, gəlin yemək. Yəni kiminlə tanış olursan, kiminlə ilk tanışdığın olur, baxmayaraq ki, sənə birinci dəfədir görür, deyir ki, gəl qonağımız ol. Yəni buranın cəmaatının o xüsusiyyəti var, bunu keçmişdə yaşayan insanlar da təsdiqləyirlər, o vaxtın insanları. Yəni Binəy qədimdən buranın insanları belə qonaqpərvər, insanpərvərdirlər. Baxmayaraq ki, rayonun özü biraz belə sıxıcı ola bilər, kasıb ola bilər.